kapriz, həssaslıq, əsəbilik demək deyil. Əsəbilik, ağlamaq istəyi, həmçinin şişkinlik, baş ağrısı, hətta depressiv əhval-ruhiyyə özünü göstərməyə başlayır. PMS, yəni aybaşı öncəsi baş verən əlamətlər. Əslində hormonal fırtınadırmı? Bugün sizinlə bu haqqda danışacağam. Dənizdə hava birdən dəyişəndə fırtına yaranır. Halbuki bir müddət əvvəl hər şey sakit idi. Qadın orqanizmi də buna bənzəyir və PMS də buna oxşardır. Hər şey normal gedir və sonra hormonal külək qalxır və içimizdə hava dəyişir, fırtına qopur. Əslində PMS nədir? PMS pis xarakter, kapriz, həssaslıq, əsəbilik demək deyil. Bu hormonal dalğalanmanın bədəndə yaratdığı bioloji bir reaksiyadır. Bu dövrdə qanda estrogenlərin miqdarı azalır, progesteron dəyişir, serotonin də bu hormonlardan təsirlənir və nəticə olaraq nə baş verir? Nəticə olaraq əsəbilik, ağlamaq istəyi, həmçinin şişkinlik, baş ağrısı, hətta depressiv əhval-ruhiyyə özünü göstərməyə başlayır. Bu zaman bu kaprizdir, psixologiyası pozulub demək deyildir. Bu orqanizmin hormonal olan dilidir. Və niyə bu zaman emosiyalar bu qədər güclənir? Estrogenlər əslində xoşbəxtlik hormonlarına dəstək verəndirlər və estrogen miqdarı azalarsa, bu zaman serotonin də azalmağa başlayır. Yəni beynin emosional parlaq rəngləri bir qədər solur. Aybaşıya qədər isə estrogenin azalması normal fizioloji haldır. Bu şuurlu bir qərar deyil. Bu orqanizmin sinaptik bir prosesidir. Bədənin iç temperaturu bu zaman niyə dəyişir? Niyə istilik hissiyatı gəlir bəzilərinə? Və hormonal dəyişikliklər nəticəsində damar genişlənməsi özünü göstərə bilir. İnsan həm özünü gah isti, gah da soyuq hiss edə bilir və bu da xanımın kaprizi deyil. Bu damar sisteminin genəlməsinə və daralmaya qarşı olan bir reaksiyasıdır. Şişkinlik və iştah hissiyatı bu zaman niyə artır? Progesteron qanda artmağa başlayır. Aldosteron hormonu bundan təsirlənir və orqanizmdə suyun saxlanması artır. Bu özünü ödemlə göstərir. Həmçinin insulin dalğalanmağa başlayır və bu dövrdə şəkər istəyi də yüksələ bilir. Bədən başa salır ki, enerji lazımdır. Enerjini depolamağa ehtiyac var. Bu dövrdə bəzi xanımlar sanki içərisində hava proqnozu dəyişir kimi hissiyat var. Biz dəyişmirik, amma hava dəyişir. PMS depressiya deyil. Bu dövrdə emosiyalar artır, amma bu da klinik depressiyada deyil. Hormonlar təbii olaraq dalğalanmağa başlayır. Emosiyalar güclənir və sonra isə sakitlik dövrünə keçir. Bu dövrün bir hissəsi hesab olunur. Nəticə olaraq isə PMS qadının problemli olması demək deyil. Qadın bədəninin təbiətidir. Yəni bu zaman bu qadının özəl bir durum hesab olunması lazımdır. Bu dövrdə nə məsləhət görürük? Bu dövrün daha rahat keçməsi üçün əsas məsləhətimiz bacardıqca şəkərli qidalardan uzaq durmaqdır. Maqnezium qəbulumuz varsa qəbul edə bilirik. Vitamin D səviyyələrinə nəzarət edirik, yuxu ritmini düzəldirik və bacardıqca xoşbəxt olduğumuz mühitlərdə oluruq. Stressin azaldılması, stressin idarə olunması vacib əlamətdir. Bu da hormonal dalğalanmaların yumşalmasına, prosesin daha rahat və daha xoşbəxt keçməsinə səbəb olacaqdır. Əgər xanımlarda, ətrafınızda, dostlarınızda, rəfiqələrinizdə bu əlaməti hiss edirsinizsə və vaxtaşırı olaraq bunun təkrarlanmağını görürsünüzsə, bu zaman yardımçı olun. Bu onun xasiyyəti deyil, əslində baş verən hormonal reaksiyasıdır. Özünüzə yaxşı baxın. Bu videonu daha çox qadına çatması üçün paylaşın və bəyənin. Sağ olun.